Qadın ərinə itaat etmədikdə, ərinin üzərində olan haqlar ki yoxdur, hansı ki o qadına ödəməlidir. Kişi onu ödəmədikdə günah qazanmır. Yəni, əgər bir asi qadın varsa, ərinə itaat etməyən qadın, kişi o həmən asi qadına ödəyəcək şeyləri ödəməklə mükəlləf deyil. Qadın itaat etdiyi halda kişinin üzərində ona verəcək o hansı ki haqlar var ki, qorumalıdır. O zaman qadın itaat etdiyi halda kişi o şeyləri etməlidir. Əgər qadın asi qadındırsa, kişinin üzərindən mükəlləfiyyət qalxır. Yəni, ödəyəcək şeyləri ödəməsək, kişiyə ondan günah yazılmır. İbn-i Qudamə rahiməhullah Muğnidə bu barədə deyir ki, فَمَتَى اِمْتَنَعَتْ min firəşihi. Misal verir. Misal üçün, qadın kişinin firəşindən, yəni yatağından imtina edir. Asi qadındır. Nə zaman ki bunu edərsə. Əv xarəcət min mənzilihi bi qeyri iznihi və yaxud da izinsiz evindən çıxıb gedərsə. Asilik edərsə. Əv imtənəət minəl intiqal mə'hu ilə məskən misluhə. Əv minəl səfər mə'hu. Və yaxud da qadın əri ilə bir evdən başqa bir evə köçməkdən imtina edər. Və yaxud da kişi qadına deyər ki, mənlə filan səfərə gedəcəksən, qadın bundan imtina edər. Yəni, bunlar asiliyin çeşidləridir. Yataqdan imtina edər, evindən icazəsiz gedər, səfərə onunla bir yerdə getməkdən imtina edər, yaşadığı evdə razı qalmaz ki, mən bu evdə qalmıram və yaxud da ərinin köçəcəyi evə deyər ki, mən səndən o evə istəmirəm köçmək. Bunlar asiliklərin nə idi? Növləridir. Əgər bu şeylər baş verərsə, İbn-i Qudamə rahiməhullah buyurur ki, فَلَا نَفَقَةَ لَهَا وَلَا سُكْنَ فِي قَوْلِ عَامَّةِ أَهْلِ الْعِلْمِ. Elm əhlinin cumhuruna görə həmən qadına qarşı nəfəqə, yəni haqqı ki yoxdur, yaşayacaq, yeməyi, geyməyi, suknə, yaşayacaq evlə təmin etmək, alimlərin çoxsunun görüşünə görə artıq yoxdur qadın o şeylər. Yəni haqq etmir. Niyə? Çünki asi olduğuna görə.